Hacı Şahin'in öldürülmesi. Değerli vatandaşlarım, değerli soydaşlarım, bunu evvelde demiştim. Bir dakika. He. Evveller de demiştim, bazı qüvvələr Şeyxülislam Hacı Allah şükür Paşazadənin vicdanın ne olduğunu bilmeyenin yerine Hacı Şahin'i getirmeyi istəyirlər. Bunu demiştim. Hacı Şahin özdə rejimi İlham Əliyevi dəstəkləyir və seçkilərdə bir neçə kəlmə ilə xütbələr oxuyan zaman dəstəyini ifadə eləyirdi İlham Əliyevin. Və Hacı Şahin'i şeyxin yerinə gətirmək fikri var idi. Xüsusilə Mehriban Əliyevada var idi. Amma Hacı Şahinə kim dərman verdi, öldürdü? Ölüm qaydasını mən olduğu kimi demişəm. Yenə də bir iki kəlmə təkrarlayaram. Amma değerli vətənlərim, Hacı Şahin'in en yakın adamından aldığım məlumatı deyirəm sizə. Baxa, Hacı Şahin'in ailəsindən başqa en yakın adamından aldığım məlumatı deyirəm sizə. Hacı Şahin bu rejime, Əliyev rejiminə nifrət eləyirmiş. Hacı Şahin her gece namazında Avropadakı blogerlərə, xüsusilə mənə, Qabil Türkoğlu, mən başda olmaqdan hamımıza dualar eləyirdi. Hacı Şahin'in yaxınında olan şərəfsizlərdən biri bunu bildi. Hacı Şahin'in Avropadakı blogerlərə, xüsusilə mənə, blogerlərə, Avropadakı bu rejimə nifrət etdiyi, Avropadakı muhalifətə dua elədiyi ortaya çıxıbdı. Onu çəkiblər, birbaşa aparıb Əlin Ağayevə veriblər. Əlin Ağayev İlham Əliyevin qabağına qoyub ki, budur bax, sənin arvadını, qızını söyənlərin bu muhalifətin duasını eləyir, hər axşam onlara dua eləyir. Və İlham Əliyev deyib ki, onsuz da mənim gözümə alabula dəyirdi, öldürün bunu. Və Devlət Təhlükəsizlik Xidmətinin maşını 2 qara Vita gedir. Biri uzaqda saxlayır, içeride olan danışığı izlemek, bilirsiniz nəzarət prinsipidir Azərbaycanda. Biri Cemir cihazda, müəyyən cihazlardan danışığı dinləyir. Birinci qara Vita'dan düşən adam gedir, Hacı Şahin'in qapısını döyür, evinə girir. Gecə saatlarında. Elə bu